Bu günləri Azərbaycan YouTuberlərindən danışacağıq. Kanala abunə olmağı, videolar atmağı unutmayın. Möhtəşəm video başlayır, tez başlayırıq. Sizə bir sualla başlamaq istəyirəm. Sizə bir nəfər gəlir və sual verir ki, sual versə ki, Azərbaycanın top 10 ən yaxşı YouTuberini sıralaya bilərsən. Mənə şəxsən bu sualı verirsə, mən dayanıb qalaram. Deyirəm, Azərbaycan olsa normal, düzgün, yaxşı YouTuberlərin sayı azdır. Mən hələ bir bunların top 10'unu sıralayacağım ki, bunlarda 10 nəfər, yəni necədir? Belə mən hələ saysam Azərbaycanda belə YouTuberlər hələ 10 dənədən bəlkə bir əsaq olar. Məsələn, indi çoxma sual versən, deyər, Harun Məmmədov, Zevs, nə bilim, Fərəc, İlkin, Miriyev, lap oldu bunlar, Dipper, Brush, onun videoları sevən, lap oldu axı bundan 10 dənə ən yaxşı olmur axı. Məsələn, hal-hazırda baxsaq, heç biri mənim fikrimcə prime dönəmində deyil, yəni ən yaxşı belə bomba kontent çəkənlər demək olar ki, Azərbaycanda belə bir YouTuber yoxdur. Hə, ola bilər ki, İlkin Feyziyev xariclərdən video kontenti, bu normaldır, xaricdən video kontenti götürüb çəkmək, bu əladır, superdir, əlasan. Məsələn, Fərid Bro adı tam bilmirəm, Fərid özü videolar çəkir, o da Mr. Beast xarakteri, yəni hardası götürür videolar, xaricdən götürür və çəkir. Amma bunlar da belə prime dönəmində və ən yaxşı YouTuber demək olmaz. Demək olar, Azərbaycanda ən yaxşı YouTuber anlayışı yoxdur. Çünki YouTuberlər sayında qıtlıq çəkirik. Hər duran, yəni problem algoritmdədirmi, yoxsa necə, yəni ən keyfiyyətli 10 Azərbaycan YouTuberinin siyahısını vermək olmur. Məsələn, sən Türk bir vətəndaşa deyərsən ki, Azərbaycan demirəm, Türkiyədən 10'luq YouTuber 10'ludur. Türkiyədə minlərlə YouTuber var. O deyir, hansını deyim mən, Enes Batur, Orkun İştimak, Delimini, Alper Rende, Ruhi Çəni, doludur da yəni. Dünya şöhrətli YouTuberlər doludur orada. Yəni bu belə fikirləşəcək. Amma Azərbaycana sual verəndə bizim 10 milyon, 11 milyon əhaliyə bunlar arasında YouTuberlərin sayı çox azdır. Sanki necə deyək, buna həm iş kimi baxmaq azdır, həm də professional yanaşmaq azdır. YouTuberlərin demək olar ki, yəni çox 10 dənə siyahı YouTuber çıxarmaq yaxşı siyahı. Bu çox çətindir. Həqiqətən çox çətindir. Yəni fikir vermişsə, xarici YouTube'da istər ingilis dili, istər rus dili, istərsə də Türkiyədə hər hansı sahənin öz nəhəngləri var. Texnologiya istəyirsən, yüzlərlə kanal var. Futbol analizi, film tənqidləri, oyun qurğuları, elmi videolar, bloqlar və hər sahədə rəqabət var. Amma bizdə vəziyyət necədir? Biri oyun videosu çəkir, hamı başlayır eyni oynamağa. Biri trend olan bir mövzu tapır, 50 dənə kanal eyni mövzunun videosunu çəkir. 50 dənə məcaz deyirəm. Bəlkə Azərbaycanda böyük YouTuberlərdən heç 50 dənə kanal yoxdur. Yəni buna elə-belə baxmaq olmaz. Bəlkə heç 50 dənə kanal yoxdur. Mən biri oyun videosu çəkir, hamısı çəkir. Bunu yəni düzgün izah edeyim. Niyə görə belə dedim? Məsələn, ola bilər ki, təzə çıxan oyunu bir nəvən YouTuber oynasın, hamısı başlasın oynamağa, o başqa məsələ. Biri var ki, biri bir video çəkir, həmin kontentini götürürsən, özündə çəkirsən. Onu biz neynəyək axı? Biz həmin videonun eynisini neynəyək axı? Özüm YouTube'da çox tükətmirəm video. Yəni çox tükətmirəm. Demək olar Azərbaycan YouTuberlərini, nəinki Türk YouTuberlərini, ümumiyyətlə çox tükətmirəm video. Amma daha çox oyun videolarına baxıram. Bu da mənim ikinci kanalım. Oyun video kanalım üçün önəmlidir. Çünki hər YouTuberdən biraz götürmək lazımdır. İzləyici eyni şeyi görməkdən bezir və avtomatik olaraq özünü xarici kanallara çevirir. Məsələn, biz öz auditoriyamızdan öz əlimizlə qaçırıq. Məsələn, Enerji sadəcə PUBG videosu çəkir. Nə olanda başqa bir video çəkirsən. Oyun kanalı, sən sadəcə PUBG üzərində qurulmamalısan. Gələcəkdə məsələn, çox problemlər yaşaya bilərsən də. Yəni deməyim odur ki, sırf olaraq bizdə YouTuber yoxdur. Ən yaxşı 10 YouTuber siyasını hazırlamaq bu qədər çətindirsə, deməli bizə fərd olaraq yox, sistem olaraq geridə qalırıq. Biz öz auditoriyamızı öz əlimizdə qaçırırıq. Əgər bir ölkədə ən yaxşı YouTuberlər, məsələn, bir vətəndaş öz Azərbaycanlı YouTuberini izləmirsə, gedir başqa ölkədən, məsələn Türkiyədən YouTuber izləyirsə, bu artıq o deməkdir ki, YouTuber qıtlığı var. Bu o deməkdir. Bu qıtlığın bir neçə əsas səbəbi var. Birinci, rəqabətin olmamasıdır. Rəqabət olmayan yerdə inkişaf da olmur. Bir dənə keyfiyyətli iş görəndə olanda, digərləri onu keçməyə çalışmaq əvəzinə sadəcə kənardan baxır və asan yola qaçıb clickbait
və ucuz kontentlə baxış sayı yığmağa çalışırlar. İkinci və ən böyük problemlərdən biri isə əlbəttə ki, YouTube-un Azərbaycan üçün təqdim etdiyi maddi şəraitdir. Bəli, sir deyil ki, Azərbaycanda baxılan videoların qazancı xarici ölkələrlə müqayisədə çox aşağıdır. Bu da normal görülə bilər ki, Azərbaycan niyə sırf olaraq YouTuberlə məşğul olmurlar, iş kimi baxmırlar. Bu da yeni başlayan böyük ideyaları olan gənclərin həvəsini qırır. Adam fikirləşir ki, mən günlərlə video montaj edəcəm, sensar yazacağım, əziyyət çəkəcəm, amma qarşılığında heç nə qazanmayacağım və beləcə potensialı olan istedadlar elə başlamazdan YouTube-dan uzaqlaşırlar. Qalanlar isə ancaq heç bir xərc tələb etməyən, montajlı olmayan, sadə və primitiv videolar çəkənlər olur. Bəs bu qıtlıq sonsuza qədər davam eləyəcək? Əlbəttə ki, yox. Bu zənciri qırmaq lazımdır və bu zənciri qıra biləcək tək bir qüvvə var. Yeni nəsil və fərqli düşünən yaradıcılar. Artıq əvvəlkilər əvvəldə qaldı. Yeni nəsil gəlir və hamı öz gücü ilə YouTube-a başlamalıdır. Təbii YouTube-a tək iş olaraq baxmaq olmaz. Mən də bunu anlayıram. Çünki YouTube-dan pul qazanmaq, yəni ən azından biraz pul yatırmaq lazımdır. Biz əgər inkişaf eləmək istəyirsə. Biz kütlənin arxasınca qaçan yox, kütləni öz arxasınca aparan YouTuberlər lazımdır. Futbol haqqında danışırsansa, bunu elə bir analizlə, elə bir vizual etməlisən ki, adam baxanda desin, bəli, bu peşəkar işdir. Video montaj edirsənsə, sensar yazırsansa, ortaya fərq qoymalısın. Sən xarici kanallarla öz videonun arasında, xarici video arasında fərq qoymalısan. Fərq də Azərbaycan YouTube bomboş bir tarladır. Kim ortaya fərqli, keyfiyyətli, davamlı bir iş qoyursa, o platformanın liderinə çevirəcək. Bəlkə də bugün bizim həqiqətən də fəxr edə biləcəyimiz 10 dənə YouTuberimiz yoxdur. Amma bu demək deyil ki, sabah da olmayacaq. Hər şey fərqli bir ideya və fərqli cəsarətli bir addımla başlayır. Siz bu barədə nə düşünürsünüz? Sizcə bizim YouTube-da ən böyük problem nədir? Və sizin top 10 siyahınız varmı? Şərhləri gözləyirəm. Növbəti videoda görüşərik. Sağ olun, salamat qalın.